Dua edersen Allah Teala o duanı ya isteğini verer, ya isteğinden artığını verer, ya sana uygun olanı verer ve yaxud da ki onun müqabilində ne kadar belaları uca Allah senden uzaklaştırır. Bazen bilmirsən, mesela Allah korusun insana bir müsibət gələ bilər. Sən dua ederken neyini? Aradan qalır. Hətta baxın Peygamberimiz buyurur ki dua belaların enmesinden evvel onu dəf eder. Buyurur ki qədəri yalnız dua geri qaytara bilər. Yani qədərində bir pis hadisə var, duanı geri qaytarır. Peygamberimiz buyurur. Həmçinin dua bəla müsibət gələndənsə onu aradan qaldırmaq üçün en güzel sebepdir buyurur Peygamber. Dua hem nazil olmuş hem de hele nazil olmamış şeylerde fayda verir. Elə isə ey Allah'ın bəndləri dua etmeye sarılın deyir. Dua eden insan Allah'ın kapısını deyir. Buna deyirlər ki münacat, yani Allah'la yalvarış kapısı. Dua həmçinin insanlar arasında sevginin, məhəbbətin yaranmasına səbəbdir. O kəs ki insanları görmediği yerde bir qonşusu üçün, dostu üçün, sevdiği üçün dua edir. İnsan üzle dua edebilir ama bir de var onu görmeyen vaxtı dua edirsən. Bu sen dua edirsənsə filan kəs üçün Allah'tan senin qəlbində ona karşı sevgi yaradar. Çünkü bu dua ixlasdır, səmimiyyətdir. Seni görmür ama bir yaxının üçün, dostun üçün, evladın üçün, her bir müsəlman üçün dua edirsən